Birinci, İsmail rayonunun Qalınçaq kəndində yaşayan məşhur oğrular və məşhur sulkalar. Kərimova Züleyxa Sərxan qızı, onun qeyri-rəsmi yaşadığı əri 1975-ci il təvəllüdlü Məcidov Mayıs İlyas oğlu və Züleyxanın oğru 3 dənə oğlu Kərimov Elnur Oktay oğlu, Kərimov Seymur Oktay oğlu, Kərimov Sənan Oktay oğlu. Bunların adı çəkiləcək. Bir də Mirzə Fətəli Axundov küçəsi nömrə 4-də yaşayan, mənim inəyimi aparıb pulun verməyən Xəlilov Yaşar Sanif oğlu. Bir də Bakının şəhərində anadan olmuş oğru, quldurluqla məşğul olan polis kapitanı Elşən Aydın oğlu Qarayevin sulka agenti olan 1977-ci il təvəllüdlü Hüseynov Füzuli Hümmət oğlunun